Salam əziz abituriyentlər, mən indi sizə OTK sınavını izah edəcəm. Çox diqqətli olun, mən izah etməmişdən əvvəl dayandırıb özünüz işləyin, ondan sonra yenidən izaha baxa bilərsiniz. Baxırıq 56-cı sualdan başlayaq. Vaxt itirmədən keçək suallara. I didn't read the book till the end. Xatırladım ki, bağlayıcı testidir. Bu bağlayıcı testi mütləq və mütləq tərcüməyə əsaslanan bir sualdır. Although və though baxıram. Although və though cümlədə ikisi eyni deməkdir. Yəni ikisi eyni tərcümə verir. Yəni baxmayaraq ki deməkdir. Cümlədə ziddiyyət bildirir. İkisi də eyni bir-birinə vəzifəcə sinonim bağlayıcılardır deyə ikisi də eyni anda gələ bilməz deyə yanlışdır. Baxıram, so beləliklə but amma because çünki. I didn't read the book till the end. Mən kitabı sona qədər oxuya bilmədim. It was dull və çox olduqca maraqsız idi, cansıxıcı idi. Niyə oxuya bilmədim? Çünki cansıxıcıdır. Yəni səbəb var burada. Səbəb olduğuna görə beləliklə cansıxıcıdır deyə bilərəm. So nəticə bildirir. But amma ancaq lakin demək zidd bir fikir var. Olacaq doğru cavab D variantı. Make-up testidir. Cümlə tamamlama testidir. Daha doğrusu cümlə qurma testidir. Cümlə qurma testlərində mütləq diqqət verməli olduğunuz məqamlardan biri də mübtəda xəbər strukturu, yəni SWOT qaydasıdır. Mübtəda xəbər tamamlıq, təyin, zərflik bu ardıcıllığına gedəcək. Baxırım. Baxaq, burada üstündə işlənibdir deyə, yəni bundan başqa uşaqlar göndərir mənə. Baxaq B variantında 5 different cultures, sonra are, 2 are taught the children to respect. Çünki baxırıq, 5 biraz uyğun gələ bilər, amma cümlədə tam, yəni cümlənin mənasını anlayıb, yəni mübtəda xəbər strukturuna fikir vermək lazımdır burada. Uşaqlara öyrədilir hörmət etməyi müxtəlif mədəniyyətlərə. Baxın, struktur bu vəziyyətdə gedəcək. Baxaq. The children öyrədilir. Fikir verirsiniz, burada da indiki zamanın məhsulu var. Taught. Hörmət etmək. Nəyə hörmət etmək? Müxtəlif mədəniyyətlərə. Cultures. Bu ardıcıllığı da ödəyən, baxırıq, 3, 2, 6, sonra hörmət etmək, respect, müxtəlif mədəniyyətlərə, different cultures olacaq o variant. Yəni bu tür tip testlərdə mütləq və mütləq cümləni qurun, ondan sonra cavab tapmağa çalışın. Baxırıq 58-ci sual. 58-ci sual agreement testidir, yəni mübtəda xəbər uzlaşması. Bu testdə də yəni o ufdan əvvəlki falan number of struktura fikir vermək lazımdır. Every year a number of gördüm. A number of'un xəbəri mütləq cəmsin tək xəbər olacaq. Cəmsin cəm xəbər üzrlü sayın. Və cümlədə də baxıram, sonunda S yoxdur deyə cəm xəbərdir. Bir doğrudur. The number of companies, cəmisim, the number of'dan sonra cəmisim. Çünki the number of niyə cəmisim götürür, niyə tək xəbər? Çünki müəyyən sayı, konkret bir sayı dediyinə görə xəbəri burada həv yox, həz verilməliydi, həz. Bu baxımdan yanlışdır. Everyone, törəmə əvəzlikləri, everyone, somebody, no one, nobody, everything, hər zaman xəbər təkdə olacaq. Bax, bunu yadınıza salın. Burada voz olmalıydı, yanlışdır. Traffic signals. Traffic signal, 2 dənə isim yanaşı gələrsə, mütləq ikinci isimə baxacaq. İkinci isim cəm olduğuna görə ar verilməli düzdür. Olacaq 1-4 A variantı. 59-cu suala baxaq, zaman testidir və çox gözəl bir sualdır. Vay nə deməkdir? Arkan, ərkən. Adətən özündən sonra davam edici zaman tələb edər. Və bir də zamanların uzlaşmasına fikir verəcəyik. Baxaq Y variantından başlayaq. Bağlayıcı olan tərəf, yadınızda saxlayın. If, when, bu siyahı mövzu ola bilərəm. After, before, till, until. As soon as bu bağlayıcıların aid olduğu hissə heç bir zaman gələcək zamanda olmaz. Yanlışdır. Bunu yadınızda saxlayın. Deməli, bu baxımdan Y variantı gələcək. Had been talking, past continuous'un davam edicisidir. Və enter, indiki olduğuna görə uzlaşma pozulacaq getdi. Was talking, indiki keçmiş davam edicidir, past continuous və have entered present perfect. İndiki bitmiş zaman uzlaşması gedəcək. Baxıram, talked idi keçmişdi, have entered. Buradakı enter'də baxmayacağız uşaqlar. İkinci gələn, daha doğrusu birinci gələn feilə baxacaqsınız. Sənin zamanını formalaşdıran birinci gələn feildir. Have entered, indiki bitmiş zaman, present perfectdir. Bu baxımdan B variantı gedəcək. Baxın A variantına. Nick telefonla danışanda, past continuous. A few men, bir neçə adam zala daxil oldu. Keçmiş olacaq A variantı. Baxıram 60-cı suala. Mike didn't və mürəkkəb tamamlıq testidir bizdə. Yəni baxırıq ki, bu testləri baxın
Gör nə deyir bizə. Yəni demir ki, mürəkkəb tamamlığı seç, ya necəsə. Cümlənin şərtinə fikir verin. Və siz bilmirsiniz hansı qaydanı sizdən tələb edir. Bu zaman artıq feillərə baxacaqsınız. Artıq ben sizə feil, tulu, tuzuz, aynı söhbəti verirsə, deməli sizə bir işarə olmalıdır ki, bu mürəkkəb kompleks object testidir. Baxıram, dedi ki, let make birinci qrup feildir deyək. Özündən sonra ing-li feil tələb eləməz getdi. Bir variantına baxıram. Let birinci qrup feildir deyə, özündən sonra tuzsuz feil gəlməliydi, yanlışdır. C variantına baxıram. Allow, want, expect bu cür feillər. Üçüncü qrup feil olduğuna görə özündən sonra tu hissəciyi tələb eləməlidir, yanlışdır. Make özündən sonra tu hissəciyi gətirməz, yanlışdır. Amma baxın, let. Anam deyir, mənə icazə vermədi, menecer haqqında şikayət etməyə. Deməli, doğru cavabdır variant. Baxırıq 61-ci suala. Reject imtina etmək, rədd etmək deməkdir. Bunun sinonimi olacaq refuse. Uşaqlar, sinonimlərdə bu arada çox diqqətli təkrarlar eləyin. İmtihana daha bir şeylər qalmayıb. Reject, refuse, imtina etmək, rədd etmək demək. Imagine, təsəvvür etmək, beyində, düşüncəylə. Reward, mükafatlandırmaq deməkdir. Baxıram, form a picture in your mind. Mind, beynində, düşüncəndə bir şəkli formalaşdırmaq. Deməli, nə etmək? Təsvir etmək, təsəvvür etmək daha doğrusu. 2-yə olacaq A variantı. 2-yə olacaq A variantı. Reject, rədd etmək, refuse, imtina etmək, rədd etmək demək. Yəni, refuse'u burada gördük, olacaq B variantı. Give something to somebody for doing something good. Yaxşı bir şey etməyə, nə etmək? Kiməsə yaxşı bir şey etməyə, give something somebody, yəni nəsə vermək də, yəni yaxşı bir şey ruhlandırma mənasında. Olacaq mükafatlandırmaq, olacaq C variantı. B, A, C. Doğru cavabımız B variantı. Baxırıq 62-ci suala. Bəli, düşür. 62-ci suala baxır və passive voice testidir. He has part birinci növbədə passive voice testlərində uşaqlar fikir verəcəyiniz məqamlardan birincisi sizin cümlənin zamanını təyin etməyiniz və cümlədə tamamlığın yerini tutmaq. Tamamlığın yeri cümlədə feildən sonradır. Və his part, baxıram ki, has part, baxıram ki, present perfect, indiki bitmiş zamanın düsturudur. Yəni, daha doğrusu indiki bitmiş zamandır. Və bizə hansı düstur lazımdır? Have, has, üstəgəl been, sizin açar sözünüz bindir və vöbüc. Qaydalıdırsa idi. Baxıram, zamanı dəyişə bilmərsiniz uşaqlar. Həzdirsən onu izə çevirə bilmərsən, həzdirsə hədə çevirə bilmərsən. Baxın, indiki bitmiş zaman düsturu var, yanlış da variantı. Has part veribdir, bəs bunu bini hanı? Deməli, yanlışdır. C variantına baxıram. Zamanı dəyişə bilmərəm. Has part present perfect indiki bitmiş zamandır. Burada isə keçmiş bitmiş zamandır. Yanlışdır. Was part keçmiş sadənin məhsuludur. Yanlışdır. Amma baxın, his car has been parked və düsturumuzu ödədiyinə görə olacaq doğru cavab B variantı. Baxır 63-ə. 63 çox gözəl sualı, cümlə tamamlama sualıdır. Dedik ki, cümlə tamamlama sualı nədir? Complete the sentence, üzrlü sayın, cümlə tamamlama. Cümlə tamamlama testində, baxın, cümlənin bir hissəsini sənə verib, ikinci hissəsini variantlarda tamamlayacaqsan. Yəni, necə? Cümlə, what do you know, can you tell me, I ask, I wonder, I want to know tipli cümlələrlə, yəni hissələrlə başlaya bilər. Cümlənin ikinci hissəsi heç bir zaman sual formasında olmayacaq. Bu nə deməkdir? Heç bir köməkçi feil. Köməkçi feillər hansılardır? Have, has, did, to be ilə bağlı olanlar, have, has ilə bağlı olanlar, modal feillər. Heç biri mübtədadan əvvələ keçməyəcək. Baxırıq. Və cümlədə əsasən bizə lazım olacaq bağlayıcılar hansılardır? Cümlə tamamlamada if, VZ bağlayıcıları, bəzən ola bilər WH tipli suallar. Məsələn, how long görə bilərsiniz, how long ago görə bilərsiniz. Bu tiplərlə başlayacaq və heç bir köməkçi mübtədadan əvvələ keçməyəcək. Baxırıq, məsələn, Y variantından başlayaq. Bir də ki, askdır, wonder'dir, want to know'dur. Bilmək istəyirəm ki, bunlardan sonra heç bir zaman zət bağlayıcısı gəlməyəcək. Zət işarə vəzi mənasında yox. Ki, bağlayıcı mənasında gəlməyəcək. Baxıram, Y variantında ask veribdir. Bundan sonra zət gəlməz. Yanlışdır. Və burada bir şeyi də nəzərinizdə saxlayın, əziz şagirdlər. When. Bu qeydləri mütləq götürün. Çox önəmli qeydlərdir. When. What time. Üstəgəl. İndiki bitmiş zaman. Heç bir zaman olmaz. İndiki bitmiş zaman yanlışdır. Yəni bu formada görürüz, bilin ki yanlışdır. Baxın, when gördüm, indiki bitmiş zaman
have var deyə have-sin infinitiv zamanı düsturudur. Yanlışdır. Gedəcək. B variantına baxıram. If-dən sonra had köməkçi feil əvvələ keçib yanlışdır. C variantında have aydan müfrədən əvvələ keçib yanlışdır. Y variant aslından sonra dedik ki Z gəlməyəcək. Yanlışdır, qalacaq A variantı. 64-cü suala baxırıq. Çox gözəl suallardan biridir. Bizdən interrogativ sentence cümləsini istəyir. Yəni interrogativ sentence düstur necə idi? Sual sözü, köməkçi, mübtəda və əsas feil. Bu struktura fikir verəcəyik. Cümlədə əgər did varsa, idi olmayacaq. Does varsa, feilin sonunda s, es yanlışdır. Məsələn, goes formasında verə bilmərsiniz bunu. Baxıram. Yaxşı, baxaq Y variantından başlayaq. When had the players come? Baxıram, bitmiş zaman when görürəm və burada have-lə, yəni indiki bitmiş zaman düsturudur, olmaz, yanlışdır. What time have come? Bu birincisi what time indiki bitmiş zamandır və üstəlik də köməkçi feilin əsas feili yanlış gəlməyəcək, yanlışdır. What time the players came? Burada köməkçisi yoxdur, burada hesab bir köməkçi feili olmalıydı, yanlışdır. B variantında did-lə come ikisi yanaş gələ bilməz, əsas feillə köməkçi feil ikisi yanaş gələ bilməz, yanlışdır. When did the players come? Deyir, oyuncular nə zaman gəldi? Bax, bu formada tərcümə edəcəyik və sual sözü, köməkçi, mübtəda və əsas feil. Tam düsturumuzu ödədik. Baxırıq 65-ci suala. I cannot do it. Baxırıq, bu zərf məncə testidir və bir də ki, bu həmçinin dadə tipli sözlərin cümlədə işlənməsi. Və baxırıq, I can do it, mən bunu edə bilmərəm. No one in our class can do it. Və deyir, həmçində sinimizdə də bunu heç edə bilməz. Baxıram, cümlədə no one görürəm. İnkardırsa bizə ikinci bir inkarlıq lazım deyil. No more gedəcək, neither gedəcək. Baxıram, to və also ikisi də həmçinin dadə deməkdir. Yadınızda saxlayın, to, also heç bir zaman inkarda işlənməz. To'nun yeri cümlədə sonda. Also'nun yeri isə mübtəda ilə feilin ortasındadır. Mübtəda və feilin ortasında. Bu baxımdan həm də ikincisi də inkarda işlənməyəcək, ona görə qalacaq A variantı. A isə biz bunu soy-duayı, nazir-duayı tipli qaydalarda da keçmişdik. A isə inkar cümlənin sonunda gələcək və həmçinin dadə tərcüməsini verəcək. Mən bunu edə bilmirəm. No one in our class can do it. A isə bəli. Heç kəs bizim sinimizdə bunu edə bilməz. Bax, bu mənada gələcək. 66-cı suala baxırıq. Baxaq 66-cı suala. Only görürəm. Only iki dənə tənqidçi ilə işlənəcək. Ya little ya da ki, a few. Baxıram, passengers sərnişinlər deməkdir, cəmdədir. Deyən much özündən sonra cəm isim gətirməyəcək, yanlışdır. A little özündən sonra cəm isim gətirməz. Much, a little, bunlar hər zaman salimə isimlə işlənəcək. A lot ümumiyyətlə zərfdir, isimlə işlənməz, yanlışdır, gedəcək. Baxıram, onunla dedik, yalnız a few ilə, yəni elə olanla işlənəcək deyə C variantı da gedəcək, qalacaq Y variantı. Bunlar bugün ortaya düşən suallar idi. Əminəm ki, hər birinizə aydın oldu. Nəyi başa düşməsəz, özünüz şərhlərdə yaza bilərsiniz və dərsdə mənə müraciət edə bilərsiniz. Hər əniz sağ olun, hər birinizə uğurlar arzulayıram. Üzrlü sayın, biraz sürətli danışıram. Sağ olun, gecəniz xeyrə qalsın.